Zariyat suresi Məkkədə nazil olmuşdur. 60 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. Toz torpağı sovurub dağıdan küləklərə, yağış yüklü buludlara, asanlıqla üzüb gedən gəmilərə və ruzi bölən, hərəsi bir işə müvəkkil olan mələklərə and olsun ki, sizə vəd olunan qiyamət həqiqətdir. Haqq hesab, əmələ görə cəza və mükafat da labüddür. Cürbəcür ulduz yolları olan göyə and olsun ki, ey müşriklər, sizin Qur'an və Məhəmməd əleyhissalam barəsində sözləriniz müxtəlifdir. Bəziniz Qur'ana şeir, Peyğəmbərə şair, bəziniz də Qur'ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz. Ondan, Qur'andan, yaxud Məhəmməd əleyhissalamdan zatında dönüklük olan kimsə dönər. Məhv olsun yalancılar. Cəhalət girdabına düşüb haqdan qafil olanlar. Onlar səndən istehza ilə haqq hesab gününün nə vaxt olacağını soruşarlar. O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir. Mələklər onlara deyəcəklər, dadın əzabınızı, bu sizin dünyada tez tələsik gəlməsini istədiyiniz şeydir, əzabdır. Həqiqətən müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar. Rəbbinin onlara verdiyini alacaqlar, çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr ibadətlə məşğul olub az yatırdılar. Səhərlər isə Allahdan bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və abrına qısılıb dilənməyən yoxsulun haqqı, payı var idi. Yerdə Allaha tam yəqinliklə inananlar üçün onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən əlamətlər vardır. Sizin özünüzdə də, sizi yaradanın birliyini sübut edən əlamətlər vardır. Məyər görmürsünüz? Göydə də ruziniz, yağış, qar və vəd olunduğunuz şey, mükafat, cəza vardır. Sizə vəd olunan mükafat, yaxud cəza, Allah dərgahındakı lövh-i məhfuzda yazılmışdır. Göyün və yerin Rəbbinə and olsun ki, bu deyilənlər, sizin danışığınız, dediyiniz sözün öz sözünüz olması kimi həqiqətdir. Ya Muhammed, İbrahimin möhtərəm qonaqlarının, mələklərin söhbəti sənə gəlib çatdı mı? Onlar İbrahimin yanına gəlib salam verdikdə, İbrahim salamı alıb öz-özünə, bunlar tanımadığın kimsələrdir, dedi. O bir bəhanə ilə ailəsinin yanına getdi və bir buzov kəsib qızardaraq gətirdi. Onu qonaqların qabağına qoyub bəlkə yiyəsiz, dedi. İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə, onlardan qorxuya düşdü. Onlar qorxma, dedilər və ona çox bilikli bir oğlan uşağı, İshaqın dünyaya gələcəyi ilə müjdə verdilər. Bunu eşidən zövcəsi Sara çığır-bağır salıb, təəccübündən əlini üzünə çırparaq dedi, mən qoca, qısır bir qarıyam, mənim necə uşağım ola bilər? Onlar, sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, o hikmət sahibidir, hər şeyi biləndir, dedilər. Sonra İbrahim dedi, ey elçilər, sizin işiniz nədir? Onlar dedilər, biz günahkar bir qövmə, Lut tayfasına cəza verməyə göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün gəlmişik. Elə daşlar ki, onlara pozğunluqla məşğul olub, həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur. Nəhayət, Lut qövmünü məhv etmək üçün orada, Sədumda olan möminləri çıxartdıq. Lakin orada bir evdən
Lutun ailəsindən başqa müsəlman tövhid dinində olan tapmadıq. Orada axirətdəki şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. Musanın hekayətində də bir ibrət dərsi vardır. O zaman biz onu Fironun yanına açıq-aşkar bir dəlillərlə göndərmişdik. O bütün əyanları və qoşunu ilə birlikdə imandan üz döndərib Musa barəsində bu sehirbazdır, yaxud da dəlidir demişdi. Nəhayət onu və əsgərlərini tutub dənizə atdıq. O məzəmmətə layiq bir iş görmüşdü, Allahlıq iddiasına düşmüşdü. Ad qövmünün başına gələnlərdə də bir ibrət dərsi vardır. O zaman biz onların üstünə hər şeyi qurudub məhv edən xeyirsiz bir külək göndərmişdik. O qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə, çör-çöpə döndərirdi. Səmud qövmünün başına gələnlərdə də bir ibrət dərsi vardır. O zaman onlara hələ bir müddət keyf çəkib ləzzət alın deyilmişdi. Onlar öz Rəbbinin əmrinə tabi olmağa təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu. Onların nə yıxıldıqları yerdən qalxmağa gücləri çatmış, nə də bir kimsədən özlərinə kömək istəyə bilmişdilər. Daha əvvəl Nuh qövmünü məhv etmişdik. Çünki onlar Allahın itaətindən çıxmış fasiqlər idilər. Biz göyü qüdrətimizlə, qüdrət əlimizlə yaratdıq və biz istədiyimiz hər şeyi yaratmağa qadirik. Biz yeri də döşədik. Onu döşəyənlər necə də gözəldir. Biz necə də gözəl döşəyənlərik. Biz hər şeydən erkək və dişi bir-birinin əksi olmaqla cüt-cüt yaratdıq. Bəlkə bir düşünüb ibrət alasız. Ya Muhammed, bu insanlara de, Allaha tərəf qaçın. Allahın qəzəbindən qaçıb onun mərhəmətinə sığının. Küfrü atıb imana gəlin. Mən sizi ondan, Allahın əzabından açıq-aşkar qorxudan bir peyğəmbərəm. Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi ondan, Allahın əzabından açıq-aşkar qorxudan bir peyğəmbərəm. Ya Muhammed, sənin qövmün sənə şair, sehirbaz, divanə dediyi kimi, eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehirbaz, divanə dedilər. Görəsən onlar bunu, bu dediklərini bir-birinə vəsiyyət mi etmişlər? Hamısı eyni şeydir. Xeyr, onlar azğın bir qövmdülər. Ya Muhammed, artıq onlardan üz döndər. Sən buna görə qınanası deyilsən, çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin. Sən onlara Qur'anla öyüd nəsihət ver, çünki öyüd nəsihət möminlərə fayda verir. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan məni, ehtiyacı olan bəndələrimi yedirtmələrini də istəmirəm. Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır. Həqiqətən, zülm edənlərin özlərindən əvvəlki yoldaşlarının qisməti kimi bir qisməti vardır. Qoy onlar məni özlərinə əzab verməyə tələsdirməsinlər. Vəd olunduqları gündən, qiyamət günündən dolayı, vay kafirlərin halına!